Metanet A şirkəti 160 Ayağa düşmüş değil mi? Gelenler elə belə adam değil. Ne halin olur? Vidadat bilirsiniz biz çalışır ki evin dizaynı padindiski olsun ki gelen konağımızın hoşuna gelsin ki o da kızımızı alsın. Necə? Dedim oğlum ben bir elçi zat görmemişik. Bu. Vidadım elim ciddi olun. Yaxşı. Olardı. Geldiler. Vidadım elim ciddi olun ciddi. Yaxşı. Tam ciddi ata gibi sert ciddi olun. Aç. अरे जिंदगी है खेल कोई पास कोई फेल खिलाड़ी है कोई अनाड़ी है कोई खिलाड़ी है कोई ओ बाबू समझे क्या ओ लाला समझे क्या खिलाड़ी है कोई अनाड़ी है कोई जिंदगी है खेल कोई पास कोई फेल खिलाड़ी है कोई अनाड़ी है कोई खिलाड़ी है कोई ओ बाबू समझे क्या लाला समझे क्या Gözün aydın ay Nazlı. Kürəkənlərin arasında bir dənə cim çatmırdı. कोई अनाड़ी है कोई Yaxşı. Sənin bu elçilərin gita bizim dili bilir. Bizdə adətdir. Elçiliyə kimin evinəsə gəliriksə, onun evini sökürük. Yəni ki, rəqs eləyirik də. Onu sizin üçün onlara baxmışıq, onları bilirik. Bəs nə yaxşı Azərbaycana gəlmişsiniz? Raşmu kâru vacika, harmu kasa macika. Elə. Kuş minnotu toki toki, çakraburti. Tansor, disko. Yox, yəni demək istəyir ki, biz neçə illərdir ki, Hindistanda yaşayırıq. Əslində Azərbaycanlıyıq. Sadəcə olaraq biz gəldik ki, öz vətənimizə, öz qohumlarımızı tapaq. Bir də mənim bu gözəl göyçək qardaşım üçün bir Azərbaycanlı qız aparaq Hindistana. कभी-कभी मेरा जिंदगी उनकी सुबहों आशामों का mahi küle meher küba. Zita və gita. Yok zita gita değil bilirsiniz. Deməli belə mən istəyirəm ki ətraflı sizi tanış edeyim. Deməli bu qardaşımızın adı Mir Kapurdur. Ay sağ ol. Bu kıza da Azərbaycanda Amalya deyirlər. Orada da Amaci. Əslində bizdə adətdir. Qız evi oğlan evinə elçi gəlir. Amma indi biz özümüz dözmədik, durduq, sizə gəldik elçiliyə. Ay, Mir Kapur oğlum. Deyirəm ki, hər elin obanın bir adəti var. Bizdə də başqa cürdür. Bilirsən nə soruşmaq istəyirdim? Ay qızım, bir film var ya, Vidadi tez-tez gedir deyə cavanlığımıza baxırdıq. Adı da yadımdan çıxdı, filmin adını bilmirəm. Aktör belə iri gözləri var ya, iri gözləri. Pratap Singh. Hə, Pratap Singh. Deyirlər o yaman belə çox pis adamdır. Yox, rolda yəni pis adam olur. Amma deyirlər həyatda yaxşı adam. Siz orada yaşayırsınız da görüb eləməmisiniz onu. Hə? Qızlar, papa məni bu Hindistanlıya ərə versə, gedib özümü Tac Mahaldan atacam. Ay qız. Sən nə danışırsan? Səbuhi yasa adamı apar ki, xeyir dua alsın. Bir də sənə görə mənim toyum təxirə düşəsi deyil. Ay Səbiş,
Deyirəm, Hindistana ərə gedəndə, orada nə olar, özü yaxşı apar da, gizli beləmə yaxşı, ərinlə belə münasibətin yaxşı olsun. Ataya deyəcəm ki, Hindistana perivod alıram, gəlib sizdə qalaram, yaxşı? Başqa bir istəyin yoxdur ki? Var, orada qəşəng bijuteriyalar, aksesuarlar. Mirkapur müəllim, Bəli, bəli. əgər siz tez-tez Azərbaycana gəlib getsəniz, biz qızımızı tez-tez görsək, mən etiraz eləmirəm. Yox, məsələ burasındadır ki, əgər belə narahatsızsa qızınıza görə, siz də nə qədər istəsəniz biz yaşaya bilərik, boş adamlarıq. Yox. Mən razı, Vidadi ata heç vaxt belə şeyə razı olmaz. Niyə razı Elə deyil olmaz? Vidadi ata, siz razı olmazsınız ki, kürəkən gəlib sizin evinizdə qalsın. Qətiyyən razı Vidadi olmazsınız. qardaş, sizə hind rəqsləri öyrədərik. Nəzakət, nə deyirsən? Mən nə deyəcəm ki, əsas söz sənindir, nə desən olacaq. Məndən olsa onda biraz fikirləşək. Ay Vidadi, nə fikirləşəcəksin? Ona fikirləş, buna fikirləş. Mən deyirəm şeyi çay gətirməyə, mən istəsən buna. Hə, Mirkapur müəllim, Bəli. xoşbaxt olun. Yox, hələ xoşbəxt olmasınlar. Çünki bizdə belə bir adət var. Biz əslində sizdən qızı alırıq. Amma adətimizə görə biz nəsə alanda biz mütləq rəqs eləməliyik. Çünki o şirin çay bizim boğazımızdan keçməz. Nəzakət xanım, planımız baş tutur yavaş-yavaş. Səbnənərə verdik, otağın biri boşaldı, mənə qalmağa yer oldu. Qaldıqca otaqlar yavaş-yavaş boşaldı. Qızını verdin Hindistanlıya, bəxtəvər ana. O qırmızıya sən də barmağını batır, sürt qaşqanı. Miri qardaş, sizin çox gözəl adət-ənənəniz var, amma bizim də özümüzə uyğun olan adət-ənənəmiz var. Deməli, hörmətli bacanaq, siz gərək o qızın anaya düşən süd pulunu verəsiz. Hə, süd pulu.
Axı südün pulu bu qədər eləmir. Mən başa düşmürəm, sizdə belə südün litri neçədir? Bizdə Hindistanda süt pulu nədir? O süt dolu deyə pulsuz. Aman qurban, mənim də sənə bir ana kimi hədiyyəm var. Bax bu medalyon mənim də anamdan yadigardır. Al qızım, sən də nə vaxtsa qızın olanda ona hədiyyə eləyərsən aman qurban. Ne oldu? Bu medalyon sizə harda? Dedim axı anamdan qalıb yadigar. Sizin ananızın adı neydi? Rita. Bəs atamızın adı nə idi? Tez oldu, yüreğimiz partladı. Tofik. Ne oldu az bunlara? Acı. Acı, Ne bacı? acı, acı. Ay bacı. Ay bacı. İllər mənim dostumdur. Bir dəqiqə. Necə yəni bacı qardaş, hə? Necə yəni bacı qardaş? Nətər oldu bacı qardaş oldunuz, hə? Bəs bu cəmaət harda qalsın? Evsiz eşsiz qalsın? Ne deyirsən ay Çingiz? Nə bacı qardaş? Nə varsa bacı qardaş? Bura bax, bura gedək. Yaxşı boğulma, düş aşağı. Ne danışır? Gözün aydın. Özünə kürəkən axtarırdın, bacının qardaşını tapdın. Toy qaldı. Aşkım hoş geldin. Aşkım ne olur burada? Bacımı yenə elə verə bilmədi. Sən eynədin, söhbət elədin. Xalam onun Rusiyada obyektləri var idi, hamı onu ağsaqqal kimi sayırdı. İndi bankrot olub deyə heç kim üçün vecinə damlayır, yenə qaldı. Yenə qaldı. Axı yenə qaldı. मुझे जिंदगी ने लूटा Ya başa da. Tantor disko. Getmirəm. İstəmir. Ne olsun ki her bir şey var. Okumur Güdadı, okumur. Bu uşaq eline kitab alıp bir şey okumur. Nurlan da gülüb qutarsa təbii ki. Çox gülməliyəm. Gəlizmə bax. Var, orada qəşəng bijuteriyalar, aksesuarlar. Sən əməlli başdan xarab olmusan bu Instagram. Yaşlıdır. Biraz. Mişədə armud yığırdı, səhvən yığır. Meşədə armud yığanda ovçular səhvən onu ay əvəzinə vurublar. Yaxşı deyib atalar. Dur. Sana Bacı, ay bacı, bir daha. Sən kimlik nömrəvi qışqır, payla. Ama bizim nəsildə elə söhbət ola bilməz, nömrə paylama. Sən niyə belə danışdın? iğrendim. Ona görə də olsa necə yiyə verirsən?